Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Sahlənin mətbəxində. Əziz izləyicilər, bugün biz çox gözəl bir, belə deyək, Kitay sayağı toyuq ciyarı hazırlayacağıq. Bunun üçün bizə nələr lazımdır? Gördüyünüz kimi, bax belə toyuq ciyardır, təmiz yuyulubdur. Soğandı, bax belə 4 künc doğramışıq. Təbii ki, Kitaylar bunsuz yemək pişirmirlər. Soyvi sousdur, klassiki. Yəni bax görürsüz də burada soyvi sos yazılıb. Belə mağazalarda satılır. Kitayların ən gözəl belə də ədviyyatıdır. Həm də xeyirlidir bu soya sosudur. Təbii ki də Kitay yeməyi olduğundan biberlər, yəni pul biber, qara istiot, qırmızı istiot, ondan sonra duz və təbii ki yağ lazım olacaqdır. İndi nə edirik? Deməli, əziz izləyicilər, gördüyünüz kimi yağı qoyduq tavamıza. Yağımız əriyir. Əriyəndən sonra ciyarımızı əlavə edəcəyik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi yağımız dağa düşəndən sonra başlayırıq ciyarlarımızı eləcə içinə atmağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi ciyarlarımızı belə atdıq. Bax, beləcə qarışdırırıq ki, yaxşı pişsin. Təbii ki də başlayırıq ədviyyatlarını tökməyə. Qırmızı istiot əlavə edəcəyik. Buna, əziz izləyicilər, biz çox, belə deyək, istiot əlavə edirik ki, bu acı olmalıdır. Çünki bilirsiniz ki, Kitaylar acını çox yiyir. Qara istiot əlavə etdik və pul biberdən isə beləcə əlavə edirik. Ondan sonra isə duzunu əlavə edirik və sosunu. Soyvi sos. Bu ona xüsusi tam verir. Bunu da belə etdikdən sonra yaxşıca qarışdırırıq. Həm yağ, həm də ki, belə deyək də, soyvi sosda bu özü pişir və çox gözəl bir tamlı, belə deyək, ciyar olur. Və əziz izləyicilər, bax belə qarışdırdıqdan sonra isə soğanımızı əlavə edirik. Beləcə qarışdırırıq ki, soğan da bir bərabər, belə deyək, pişsin. Beləcə basıq və vamxodda, çox güclü yox, vamxodda qoyduq, pişməyini gözləyirik. Belə. Deməli, əziz izləyicilər, biraz vamxodda pişəndən sonra görürsünüz, bax, soğan zadının suyu çıxır. Onda isə altını güclü eləyirik ki, bunun suyu çəkilsin və biraz da belə, yəni yuxarı xodda pişiririk, belə qaynadırıq ki, bu suyu biraz çəkilsin. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, bax, belə suyu çəkildi və ciyarımız pişdi. Çox gözəl, dadlı bir ciyardır. Hazırlayın və hər kəsə nuş olsun. Bu qədər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.